Hədisdə Allah Teala bu iki dini və iki dünyəvi şeyləri ondan istəməyi bizlərə əmr eləyir. Deyir, məndən yemək istəyin, yedirdim. Hidayət istəyin, doğru yola yönəldim. Libas istəyin, verim. Hidayət, istiğfar edin, bağışlayın. İki dini nədir qardaşlar? İki dini hidayət və istiğfar, yəni Allahdan bağışlamaq istəmək. Bunu Allah Teala bu iki dini şeyi bizim ondan istəməyimizi əmr eləyir. İki dünyavi nədir qardaşlar? Yemək içmək, yəni rizq, Allah Teala'dan ruzi istəmək və ikincisi də libas istəmək ki, ayıb yerlərimizi örtək. Bu iki dünyavidir. Bu hədis bizə göstərir ki, mömin həm dünyasını qazanmalıdır, həm axirətini qazanmalıdır. Həm dünyada Allah Teala nə deyir? Deyir, dünyadan da nəsibini kəsmə. Allah Teala sənə verdiyi halal ruzilərdən ye, iç, israf etmə. Bu Allah Teala'nın buyruğudur. Allah Teala istəyir biz dünyada da yaxşı yaşayaq, doğru yaşayaq, təmiz yaşayaq, axirətdə də. Bəzi insanlara dedikdə ki, dini yaşamaq, namaz qılmaq, ibadət etmək, elə zənn edirlər ki, qəbirə girib qəbirdə yaşayacaqlar. Yəni din hər şeyi yasaqlayır bu. Elə deyil yəni. Din insanın həyatını asanlaşdırmaq, həyatına nizam qoymaq üçün gəlmişdir. Və halal şeyləri ondan istəməyə gəlmişdir. Necə Bəqərə surəsində nə deyir? Deyir, Allah Teala iki sinif insandan danışır. Deyir, bir kəslər onlar deyərlər ki, ya Rəbbim, bizə verdiyini ancaq bu dünyada ver. Allah Teala deyir, onların axirətdə heç bir payı yoxdur. Və o kəslər ki, deyərlər, ya Rəbbi, bizə verdiyini bu dünyada da ver, axirətdə də ver. Onlar kimlərdir? Möminlərdir və Allah Teala deyir, onlar nicata qovuşanlardır, nicat tapanlardır. Kimlər ki, həm bu dünyasını istəyir, həm axirətini istəyir. Deməli, din həm bu dünyamızı qazanmağı bizə öyrədir, bizə göstərir, həm axirətimizi qazanmağı. Bu da ağıl sahibinin işidir. Ağıl sahibi həm bu dünyasını qazanmalıdır, həm bu dünyasını doğru düzgün yaşamalıdır. Bu dünyasında nə ona yardım edir, nə səbəbdir. Hamısını ondan Allahdan istəməlidir, hamısı üçün can atmalıdır, hamısı üçün axtarmalıdır. Həmsinin axirətini. Belə etdikdə nə etmiş olursan? Belə etdikdə öz dünyanı və axirətini qurtulmuş olursan. Əksi hal